Rayonlarda kişilərimiz biraz egoman olur, patriarxat orada güclüdür. Onlar evin padşahı kimidir. O zaman o biraz da var dövlətli olsun deyə deyirsinizsə, şimal-qərb istiqamətinizdə çox gözəl həmən o kişi üçün taxt yaradın. Onun dincələn yeri, divan kreslosu olsun, o orada çay içsin, eşik tərəfdən bir üzümlük, bağ və s. Görün necə ailənizdə münasibət dəyişir. Qadınlar cənub-qərb istiqamətidir. Onların yeri oradadır. Orada daima çiçəklər, bağça yaratmaq, istir evin içində dibçək olsun, istir ərazidə də, eşik tərəfində. Oranı da gözəlləşdirmək lazımdır və xanım üçün bir taxt yaratmaq lazımdır. Dörd tərəfin gücünü yaratmalıdırlar. İstəyir divarla olsun, istəyir ağaclıqla olsun, ya da dağı simvolizə edən tərəfdə, ərazinin tərəfində, məsələn, uzaqdan olsa da dağ vardır. Mən Naxçıvanda çox gördüm bunu. Gözəl dağlar var. Evin arxası, onlar özləri tikil, onların imkanları daha çoxdur. Mütləq evin arxası o dağa dayanmalıdır. İki tərəfdən də sağdan, məsələn, bir olsun, bina olmasın, bir divar qoya bilərlər. Bir balaca onlar tikirlər, balaca saray tikirlər, balaca mətbəx tikirlər, bilə bir şey yaratmaq. Amma sol tərəf kişinin tərəfidir, evə ruzu, bərəkət gətirən tərəfidir. Mütləq buna diqqət yetirsinlər.